Salam əziz məktəblilər. Bugün 26 aprel 9-cu siniflərin növbəti buraxılış imtahanı olubdur. Gəlin suallara bir yerdə baxağın. Əvvəlcə qrammatik suallardan başlamaq istəyirəm. 13-cü suala baxağın. There is little sugar in this cup of tea. Bilirik ki, sugar sayıla bilməyən isimdir və sayıla bilməyən isimlər də xəbəri təkdə tələb edirlər. Ona görə burada biz are və were götürə bilmərik. There is little sugar deyə bilərik və there was little sugar. Demək, düzgün cavabımız 1-3 olacaqdır, D variantı. 14-cü suala baxaq. If you within the office hours someone the phone. Gəlin baxağın variantlarımıza. Demək, birinci, if you call within the office hours, someone will answer the phone. Bu düzdür. First conditional cümləsidir. Bu zaman if-dən sonra present simple gəlir. Cümlənin digər hissəsində isə will gələcək zaman işlənir. Demək, birinci düz olacaqdır. İkinci, will, if you will call, bu səhvdir. If-dən sonra will işlətmirik. Üçüncü, if you have called, bu da səhv olacaqdır. Dördüncüyə baxağın. If you call within the office hours, someone answered the phone. Bu da zero conditionaldır. Zero conditionalda da if-dən sonra present simple işlədirik. Cümlənin digər tərəfində yenə present simple işlədirik. Demək, bu da düz olacaqdır. Düzgün cavabımız 1 və 4. D variantı. 15-ci suala baxaq. Which words mean a plant? Deməli, bitki mənası verən sözləri istəyir bizdən. Burada olacaqdır tree və flower. Çox asan bir sualdır. 2, 4 düzgün cavabımız olacaq C variantı. 16-cı suala baxaq. I think you modal feillərə aid olan sualdır. I think you spend more time with your children. Demək, bilirik ki, kəndən sonra to olmaz, meydən sonra to olmaz, masdan sonra to olmaz. Have to modal feil kimi to ilə işlənir. Ona görə burada da to olmadığına görə bu da səhv olacaq. Geridə qaldı should. I think you should spend more time with your children. Bəli, tamamilə düzgündür. Mən fikirləşirəm ki, sən uşaqlarına daha çox vaxt keçirməlisən. Gərək keçirdəsən, düzdür. Demək, 16-cı variantda A bəndidir. 17-ci suala baxaq. Choose the correct option. Jane didn't invite from school to her birthday party. Aha, cümlə inkar cümləsidir. İnkar cümlədə bilirik ki, bir cümlədə 2 inkar söz işlədə bilmərik. Demək, nobody səhv olacaq, novunda səhv olacaqdır. İnkar cümləmizdə some və onun törəmələrində işlədə bilmərik. Demək, C variantı da səhv olacaqdır. Anything burada şəxsə aiddir. Jane şəxsi dəvət edir. Ona görə anything də səhv olacaqdır. Anybody. Jane didn't invite anybody from school to her birthday party. Heç kimi dəvət etmədi məktəbdən ad gününə. Demək, düzgün cavabımız olacaq B variantı. 18-ci suala baxaq. Choose the pair of words with negative meaning. Bizdən mənfi mənalı sözləri tapmamızı istəyir. A bəndinə baxsaq elə görərik ki, rude, kobud deməkdir, impolite, nəzakətsiz. Elə mənfi mənalı sözlər A bəndindədir. Düzgün cavabımız olacaq A bəndi. Digər variantlara baxıram. Bunlar hamısı müsbət mənalı sözlərdir. Ona görə səhvdilər. Keçək 19-cu suala. Choose the words with close meanings. Yaxın mənalı feilləri istəyir bizdən. To destroy, deməli, dağıtmaq, məhv etmək. Birinci, to ruin, bu da destroy ilə yaxın mənalı sözdür və to spoil. Demək, olacaqdır burada 1, 3 və 5. To encourage, həvəsləndirmək deməkdir, cəsarətləndirmək deməkdir, səhvdir. To scroll, aşağı yuxarı eləmək, bu da səhvdir. Düzgün variantlarımız olacaq 1, 3 və 5 E bəndi. Baxırıq 20-ci suala. The room was decorated toys. Demək, prepositionlar söz örlərinə aid olan bir sualdır. Burada tərcümə ilə biz tapa bilərik. Otaq oyuncaqlarla bəzədilmişdi. Oyuncaqlar ilə tərcümə olunur. Deməli, ona görə düzgün variantımız C olacaqdır. With. 21-ci suala baxaq. Artikla aid olan sualdır. Mary saw a yellow car. Bəli, çünki sayıla bilməyən tək isimlərin əvvəlində, daha doğrusu sayıla bilən tək isimlərin əvvəlində biz mütləq artikl işlətməliyik. Və burada da ona görə artiklı olacaqdır. Mary saw a yellow car in the park. Bu da Z ilə işlənir. Ona görə düzgün cavabımız olacaq Y variantı. Keçək digər suala. Match the words to their definition. Sözləri definitionləri ilə uzlaşdırmamızı istəyir. To attack, hücum etmək deməkdir. Düzgün definitionu olacaqdır. To start fighting or hurting somebody or something. Deməli, attack olacaq
bir variantı bununla uyğun gəlir. To improve, inkişaf etmək ya da inkişaf etdirmək. İkinci nə olacaqdır? To make something or somebody better than before. Bu da C variantına uyğun gəlir. To concentrate, fikrini cəmləndirmək olacaqdır. Üçüncü, to give all your attention to something and not to think about anything else. Bu da olacaq A variantı. Demək B, C və A. Düzgün cavabımız olacaq Y variantı. 23-cü suala baxalım. Choose the correct option for both sentences. Düzgün sual sözünü tapmalıyıq burada. Books do usually read. Demək, görürük isim var. İsim varsa bu sual sözlərindən burada ancaq what uyğun gəlir. What books do you usually read? Adətən hansı kitabları oxuyursan, bilirik ki, what bəzən də hansı mənasında da işlənə bilər. İkincidə, is Mr. Wilson's feedback? What is Mr. Wilson's feedback? Bəli, bu da tamamilə doğrudur. Demək, B variantı olacaq düzgün cavabımız. 24-cü suala baxalım. Choose the correct passive voice versions of the given sentence. Düzgün cümlənin məchul verilmiş cümlənin düzgün məchul formasını istəyir. Demək, gəlin baxalım, məchul növ formasını tapalım düzgün. Sally made monthly payments to the bank. Birinci səhv olacaqdır. Çünki biz bilirik ki, məchul növ, məlum növ cümlənin mübtədəsi ilə məchul növ cümlənin mübtədəsi eyni ola bilməz. Ona görə məlum növ cümləmizdə əgər mübtədə Sallydirsə, artıq məchul növ cümləsində mübtədə Sally ola bilməz. Demək, bu getdi, səhv oldu. Sonra baxaq. Monthly payments were made to the bank. Bəli, cümləmiz keçmiş zamanda olduğuna görə biz məchul növ cümləsində keçmiş zaman formasını tapmalıyıq. Bu da düzdür tamamilə. Monthly payments cəmdə olduğuna görə were olacaq. Were made to the bank. İkinci düzdür. Dördüncüyə baxalım. Monthly payments were made to Sally. Xeyr, Sally ödənişi edən şəxsdir. Ödəniş Sally'yə olunmur, banka olunur. Ona görə burada monthly payments were made by Sally olsaydı əgər, by Sally düz olardı. Amma to Sally səhvdir burada. Ona görə dördüncü də səhv olacaqdır. Düzgün cavab olacaq burada 2 və 3. Demək, götürürük B bəndini. 25-ci suala baxalım. Düzgün bağlayıcıları istəyir bizdən. I was late. Gecikdim nəyə görə? Nə üçün? Hansı səbəbdən? I took the wrong bus. Səhv avtobus götürdüyümə görə mən gecikdim. Demək, burada olacaqdır because və as. Hər ikisi sinonimdirlər. I was late as I took the wrong bus. I was late because I took the wrong bus. Ona görə düzgün cavab olacaqdır 1 və 4. Bu qədər.